Yol nəqliyyat hadisəsi zamanı sürücüdən sərxoşluq haqqında arayışın verilməsinə görə hər hansı bir ödəniş tələb oluna bilərmi? Narkoloji xidmət haqqında qanunun 20.1-ci maddəsinə əsasən sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə, təhqiqat, istintaq orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə götürənin vəsatəti və ya müayinə olunan şəxsin öz təşəbbüsü ilə həyata keçirilir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin qiyməti 10 manatdır. Lakin bu xidmət müvafiq qanunvericiliyə uyğun olaraq hüquq mühafizə orqanlarının göndərişi ilə gələn şəxslər üçün ödənişsiz aparılır. Yəni, yol nəqliyyat hadisəsi zamanı sürücüdən sərxoşluq haqqında arayış tələb etməzdən öncə ona bu müayinədən ödənişsiz keçmək üçün göndəriş təqdim olunmalıdır. Sürücü də həmçinin öz növbəsində müvafiq orqanın əməkdaşından və ya inspektordan göndəriş istəməlidir. Belə olan halda göndəriş əsasında aparılan tibbi müayinəyə görə sürücüdən heç bir ödəniş tələb olunmayacaq.